Aleksandr Cuma, Qafqaz səfəri, 45-ci fəsil, Cəmaləddin. Biz artıq demişdik ki, Şamilin oğlu Cəmaləddin Axılqonun mühasirəsi zamanı əsir düşmüşdü. Daha doğrusunu desək, girov verilmişdi. Onun anası Patimat isə bu dərdə tab gətirməyərək ölmüşdü. Oğlanı Sankt-Peterburqa aparıb İmperator Nikolaya təqdim etmişdilər. O da uşağın əsilzadəgan kimi tərbiyə olunmasını və ona mükəmməl təhsil verilməsini əmr etmişdi. Cəmaləddin uzun müddət yaşadığı yerlərdəki dağ keçisi kimi vəhşi, ürkək həyat sürmüş, nəhayət 7 yaşında yeni mühitə uyğunlaşmış, kürlüyü yatmış, yaxşı at sürməyi öyrənmiş, əla təhsillə yanaşı, müxtəlif idman növləri ilə də məşğul olmuş, bütün bunlara onun əqli, zehni tərbiyəsi də əlavə olunmuşdu. Cəmaləddin Avropa sayağı yazıb oxumağı öyrəndi və qısa bir zamanda rus dili ilə yanaşı, fransız-alman dillərində də öz ana dili kimi danışmağa başladı. İmperatorun sevimlisi, alay polkovniki olan gənc Qafqazlı demək olar ki, tamamilə ruslaşmışdı. Günlərin bir günü onu imperatorun sarayına çağırdılar. O, imperatoru çox ciddi və qayğılı gördü. Cəmaləddin, o dedi, sizə edəcəyim təklifi qəbul yaxud rədd etməkdə sərbəstsiniz. Qətiyyən istəyinizə qarşı çıxmayacağam. Ancaq elə düşünürəm ki, mənim təklifimi qəbul etsəniz, daha ləyaqətli iş tutmuş olarsınız. Atanız 2 gürcü knyaginyanı, knyaginya Çavçavadzeni və Arbelyaneni girov götürmüşdür və onları bir şərtlə buraxmağa razıdır ki, siz onun yanına qaydasınız. Əgər hə desəniz, həmin qadınlar azad olacaqlar. Yox, əgər qəbul etməsəniz, onlar həmişəlik əsirlikdə qalacaqlar. Nə düşündüyünüzü dərhal bildirməyə tələsməyin. Fikirləşmək üçün sizə 3 gün vaxt verirəm. Cavan oğlan acı-acı gülümsədi. Əlahəzrət, o dedi. Şamilin oğluna və imperatorun yetişdirdiyi bir adama nə edəcəyinə qərar vermək üçün 3 gün möhlətə ehtiyac yoxdur. Mən əslən dağlı, qəlbən isə rusam. Mən ömrümü dağlarda, doğulduğum torpaqda başa vuracağam. O yerdəki heç nə mənim aldığım tərbiyəyə uyğun deyil. Ancaq öləndə də biləcəyəm ki, öz borcumu yerinə yetirmişəm. Mənə verdiyiniz 3 gün möhlət hər hansı bir qərara gəlməyə yox, mənim hər şeylə əbədi vidalaşmağıma sərf olunacaq. Bu dəqiqədən etibarən mən zat alilərinizin ixtiyarındayam. Nə vaxt əmr etsəniz, yola düşməyə hazıram. O, fevral ayının əvvəllərində girov düşən knyaginyalardan birinin əri Knyaz David Çavçavadze ilə Sankt-Peterburqdan yola düşdü. Elə həmin ayın axırlarında onlar artıq Xasavyurtda idilər. Dərhal bir nəfər qasidlə gənc knyazın məktubunu Vedinə göndərdilər. Məktubda onun Vladikavkazda yazıldığı göstərilirdi. Bütün bu vaxt ərzində Şamilin oğlu Xasavyurtda Knyaz Çavçavadzenin evində onunla bir otaqda qalırdı. Ancaq o tamamilə sərbəst idi. O söz vermişdi və hamı da onun verdiyi sözə etibar edirdi. Cəmaləddin baron general Nikolayın evində nahar edirdi. Knyaginyaların geri alınması şərəfinə ziyafət təşkil olunmuşdu. Cəmaləddin də bu ziyafətdə iştirak edirdi və qəhrəman kimi təqdim edilirdi. Cəmaləddin martın 10-na kimi Xasavyurtda qaldı. Şamil həmin gün girovların dəyişdiriləcəyini bildirmişdi. Cavan oğlanın atasına qaytarıldığı vaxt gözlənilməyən bir əngəl ortaya çıxdı. Cəmaləddini atasına qaytarmaqdan əlavə, knyaz həm də 40 min rubl pul ödəməli idi. Şamil həmin bu məbləği yalnız gümüş pulla deyil, həm də xırda dəmir qəpiklərlə ödənilməsini inadla tələb edirdi. 50, 25 və 10 qəpiklik xırda pulları, qəpikləri tapmaq, toplamaq üçün vaxt lazım idi. Girovların dəyişdiriləcəyi günə qədər yalnız 35 min rubl yığılmışdı. Knyaz Cəmaləddindən xahiş elədi ki, atasını dilə tutub 35 min rublu qızıl pulla qəbul etməyə razı salsın. Cəmaləddin bu işi boynuna götürdü. Martın 10-da general Nikolay özü ilə bir alay, 2 piyada diviziyası, 900 kazak və 6 ədəd top götürərək Miçik çayının sahilinə tərəf irəlilədi. Girovlar həmin bu yerdə dəyişdiriləcəkdi. Çayın rusların tabeliyində olan sağ sahili bomboş idi. İmamın ixtiyarında olan sol sahil isə əksinə dağlara qədər uzanıb gedən meşə ilə örtülü idi. Şərqdən qərbə axan çayla meşə arasında yalnız bir verslik boş sahə vardı. Şamil baron Nikolaya işarə verdi ki, Miçik çayının sağ sahilində çaydan bir verslik məsafədə dayansın, özü isə sol sahildə eyni məsafədə dayandı. Baron Nikolay şərtləşdirilmiş yerə gələndə Şamil artıq orada idi. Uzaqdan onun çadırı, çadırın arxasında biraz aralıda isə qara bayrağı görünürdü.
Dərhal Qramov familiyalı bir nəfər ermənini Şamilin yanına göndərdilər. Bu erməni dilmanclıq eləyəcəkdi. Şamilin şərti belə idi. Onun oğlu Hacı Məhəmməd qadınları 32 nəfər Çeçenin müşayiəti ilə çayın sağ sahilində, yəni ruslara aid hissəsindəki ağacın yaxınlığına gətirəcək. O, orada qardaşı ilə görüşəcək və nəzərdə tutulmuş 40 min rublu rus zabitindən alacaq. Rus zabiti yalnız Cəmaləddin atasına təhvil verdikdən sonra onu tərk edəcək. Beləliklə bir zabit, 32 əsgər, pulla dolu sandıqlar, 16 əsir Dağlı və Cəmaləddin, onların arxasınca isə 50 addım aralıda Baron Nikolay və Knyaz Çavçavadze Miçikə tərəf irəliləyirdilər. Onların yanında knyaginyalar üçün nəzərdə tutulmuş bir araba da vardı. Onlar yaxınlaşdıqca Şamilin oğlu Hacı Məhəmməd də yanındakı 32 nəfər adam və qadınları gətirən arabalarla bərabər təyin olunmuş yerə tərəf gəlirdilər. Hacı Məhəmməd və onu müşayiət edən adamlar qabaqda gəlirdilər. Sonra onlar dayanıb arabaları gözlədilər. Tezliklə arabalar da gəlib onlara çatdı. Arabalar gəlib çatandan sonra onlar şərtləşdikləri ağaca qədər irəlilədilər və bu zaman onlarla eyni vaxtda ruslar da gəlib həmin yerə çatdılar. Şamilin dəstəsinin başında solğun bənizli, əynində ağ çərkəzi libas, başında ağ papaq olan, ağ atlı cavan və yaraşıqlı bir oğlan gəlirdi. Bu, Hacı Məhəmməd idi. Onun arxasınca iki cərgədə təpədən dırnağa qədər silahlanmış, şık geyimli 32 çeçen gəlirdi. Dəstələr bir-birindən 10 addım aralıda dayandı. Bu vaxt Hacı Məhəmməd və Cəmaləddin atlarından indilər və bir-birinin üstünə atılıb qucaqlaşdılar. Biri-birinə sarılmış qardaşları görən Hacı Məhəmmədin müridlərinin hamısı bir ağızdan qışqırdılar. Allah, illallah. Bu vaxt Knyaz Çavçavadze və general Baron Nikolay da qardaşlara yaxınlaşdılar. Knyaginyalar, onların uşaqları və müşayiət edən qadınlar Hacı Məhəmməd tərəfindən Knyaz Çavçavadzeyə təhvil verildi və qarşı tərəf də içərisində 40 min rubl olan sandıqları müridlərə verdi. Cəmaləddini knyaginyalara təqdim etdilər. Qadınlar öz xilaskarlarına təşəkkür etdilər. Sonra o, Çavçavadze və Baron Nikolayla vidalaşdı. Onu oğulluğa götürən Rusiyanı yada salaraq, gözündən axan 2 damla yaşı silə-silə, razılaşmaya əsasən onu şəxsən imama təhvil verməli olan zabitlərin müşayiəti ilə atasının yanına yollandı. Dəstə Şamildən yarım verst aralıdakı kiçik bir ağaclıqda dayandı. Bu vaxta qədər Cəmaləddin rus hərbi geyimində idi. Burada o hərbi formasını soyundu və Şamilin ona göndərdiyi çeçen libasını geyindi. Bir neçə addım aralıda 2 nökər belinə qırmızı yəhər salınmış bir qara atı saxlayırdılar. At bir ayağını götürüb o birini yerə qoyurdu. Cəmaləddin əsl dağlı kimi atın üstünə sıçradı və onlar Şamilin yanına 4 nala çapdılar. Ona çatmağa bir neçə addım qalmış, 13 yaşlı bir uşaq Şamilin yanından ayrılıb, qaça-qaça Cəmaləddinin üstünə gəldi və qollarını geniş açaraq onun boynuna sarıldı. Bu Cəmaləddinin 3-cü kiçik qardaşı Məhəmməd Şəfi idi. Nəhayət onlar Şamilin dəstəsinə gəlib çatdılar. Onun şərtli ləyaqəti, müsəlman təmkinliyi qətiyyən imkan vermirdi ki, ayağa qalxıb oğlunu qarşılasın. Əlbəttə bu onun qəlbindən keçirdi. Şamil 2 nəfər nurani müridin əhatəsində sakitcə yerində durub oğlunu gözləyirdi. Onun başının üstünə çətir tutmuşdular. Onun görkəmi o qədər yaraşıqlı əzəmətli idi ki, rus zabitləri onun qarşısında heyrətdən donub qalmışdılar. Bu vaxt Cəmaləddin atasına yaxınlaşıb onun əlini öpmək istədi. Ancaq imam artıq özünü ələ ala bilmədi. Qollarını açıb çoxdandır həsrətində olduğu oğlunu bağrına bastı. Həyəcandan az qalırdı ki, ürəyi yerindən çıxsın. O göz yaşlarını və hıçqırığını gizlətməyi bacarmadı. Bu duyğulu görüşdən sonra Cəmaləddin atasının sağ tərəfində oturdu. Şamil onun əlini əlində saxlayaraq gözlərini oğlundan çəkmir, onu başdan ayağa qədər süzürdü. Sanki bu baxışlarla oğlunu görmədiyi uzun zamanın əvəzinə çıxmaq, onu geri qaytarmaq istəyirdi. Bu son dərəcə həyəcanlı, təsirli və möhtəşəm səhnənin şahidi olan rus zabitləri də heykəl kimi yerlərində donub qalmış və lal dinməz onlara baxırdılar. Sanki nitqləri tutulmuşdu. Bununla belə rus zabitlərinin bu qədər yubanmaları generalın narahatlığına səbəb ola bilərdi. Odur ki, zabitlər Şamilə bildirdilər ki, onların borcu oğlunu ona təhvil vermək idi. İndiki zabitlər öz vəzifələrini yerinə yetiriblər, qayıtmaq üçün icazə istəyirlər. Şamil onlara təşəkkür edib dedi: "Mən indiyə qədər rusların öz vədlərinə sadiq olmalarına şübhə edirdim.
Bu andan sonra fikrimi dəyişdim. Mənim adımdan baron Nikolaya təşəkkür edin və knyaz Çavçavadzeyə deyin ki, mən onun arvadına və baldızına öz qızlarım kimi baxmışam. Və bundan sonra o hər iki zabitə xüsusi minnətdarlığını bildirdi. Zabitlər vidalaşmaq üçün Cəmaləddinə yaxınlaşdılar. Cavan oğlan onları qucaqladı. Rus adətinə görə hərəsini 3 dəfə öpdü. Şamil belə uzun-uzadı səmimi vidalaşmağa əsəbləşmək əvəzinə əksinə yerindəcə dayanıb xüsusi zövqlə onlara tamaşa edirdi. Zabitlər Şamilin qarşısında son dəfə təzim edib onunla sağollaşanda atları gətirdilər və onlar 50 müridin müşayiəti ilə gəlib Miçigin sahilinə çatdılar. Ora çatanda atəş səsi eşitdilər. Ancaq bu atəş sülh əlaməti idi. Şamilin adamları uzun ayrılıqdan sonra Cəmaləddini yenə öz aralarında görməyin sevincini izah edirdilər. Bu atəş sədaları altında rus zabitləri 50 müridlə vidalaşıb ayrıldılar. Müridlər Şamilin yanına dönmək, 2 zabit isə Cəmaləddini atasına təhvil verdikləri barədə general baron Nikolaya məruzə etmək üçün. 1858-ci ilin fevralında Xasavyurtda yerləşən Qabardin alayının komandiri knyaz Mirskiyə bildirdilər ki, Şamil tərəfindən göndərilən bir nəfər dağlı onunla danışmaq istəyir. Knyaz tapancasını hazırladı, barmağını tətiyə qoyaraq əmr etdi ki, dağlını içəri buraxsınlar. Naməlum şəxs içəri daxil oldu. Həqiqətən də onu Şamil göndərmişdi və o, içəri girən kimi bildirdi ki, Şamilin oğlu Cəmaləddin Azərbaycanlı həkimlərə məlum olmayan bir xəstəliyə tutulub və ölüm ayağındadır. İmam qərb elmindən kömək istəyirdi. Knyaz Mirski alayın ən təcrübəli cərrahı olan həkim Pyotrovskini çağırtdırdı və həmin dağlı ilə görüşdürdü. Onlar xəstəliyin əlamətləri barədə danışmağa başladılar. Həkim Çeçenin dediklərindən çətinliklə də olsa təxmin etdi ki, Cəmaləddinin xəstəliyi ümumi zəiflik, süslük, yəni vərəmdir. Həkim zəruri dərmanları hazırladı. Onların hər birinin üstünə istifadə qaydasını yazdı və qasidə təqdim etdi. Bundan əlavə, qasidə tapşırdılar imama desin ki, əgər o həkimin şəxsən gəlib xəstə oğluna baxmağını istəyirsə, knyaz Mirski buna razıdır, ancaq bəzi şərtlərlə. İyun ayının 10-da həmin qasid yenidən peyda oldu. Cəmaləddinin xəstəliyi get-gedə ağırlaşır, xəstənin vəziyyəti pisləşirdi. Şamil Mirskinin bütün şərtlərinə razı idi və xahiş edirdi ki, knyaz həkimi mümkün qədər tez göndərsin. Knyazın şərti belə idi ki, həkimin əvəzinə 3 nəfər naib girov qoyulsun. 5 naib knyazın düşərgəsindən 2 verst aralıda gözləyirdi. Onlardan 3-ünə bildirdilər ki, artıq knyaz Mirskinin ixtiyarındadırlar. Knyaz həkim Pyotrovskinin dalınca adam göndərdi. Şamilin xahişini həkimə çatdırdılar, ancaq həm də bildirdilər ki, onu qətiyyən bu işə məcbur edən yoxdur və o istəsə bu təklifi rədd edə də bilər. Bu onun öz ixtiyarındadır. Həkim bir anda olsun tərəddüd etmədi. O, içərisində bütün lazımi dərmanların olduğu aptek çantasını da özü ilə götürdü. 2 naibin və qasid kimi gəlmiş bir dağlının müşayiəti ilə iyunun 12-si səhər saat 7-də Xasavyurtdan yola düşdü. Yolçular əvvəlcə Yaraksu çayının sağ sahili ilə xeyli yol getdilər. Elə ki, Gündabaq hündürlüklərini keçib Ankh torpağına qədəm qoydular, Ağ çayın yaxınlığında çayın sol sahilində Внезапная qalasına tərəf gedən 200-ə qədər don kazakını gördülər. Yəqin ki, onlar yürüşdən qayıdırdılar. Günorta onlar atlara dinclik vermək üçün tikanlı kol-koslarla dolu kiçik bir dərəyə endilər. Naiblərdən biri yapıncısını çıxarıb otun üstünə sərdi və həkimi onun üstündə oturtdu. Özləri isə otun üstündə əyləşdilər. Onlar nahar etdilər. Həkim yemək üçün süfrəyə qoyduğu təamdan bələdçilərə təklif etdi. Ancaq onlar çörəkdən başqa heç nəyə toxunmadılar. Onlar pendirdən də imtina etdilər. Bəhanə ilə bunun nə olduğunu güya bilmədiklərini və ümumiyyətlə indiyə qədər dillərinə belə şeyin dəymədiyini söylədilər. Onların olduqları yerdən Ağçayın sahilinə qədər uzanıb gedən meşənin ətrafında çeçen dəstələrini açıq-aydın görmək olurdu. Dağlılar arasında çaxnaşma vardı. Əli tüfəngli bu adamlar qatı tüstü qalxan tərəfə qaçışırdılar. Həkim naharını təzəcə bitirmişdi ki, yaxınlıqdakı kolluqdan silahlı bir çeçen çıxdı. O 50 addım kənarda dayanıb naiblərlə çeçen dilində nəsə danışdı. Onun dediyinə görə yolda gördükləri kazaklar bir dağlını öldürüb 2 atı aparmışdılar. Görünən qatı tüstü isə həyəcan siqnalıdır. Ancaq artıq gec idi. Çeçenlər toplaşana qədər kazaklar artıq qalaya girmişdilər. Dağlı və naiblər bu hadisə barədə danışarkən həkim qabağa gedib moruq yığmaq istədi. Ancaq naiblər ona xatırlatdılar ki, onların yanından bir addım da olsa aralanmasın. Həkimin dağa gəlişi, Şamilin yanına getməsi gizli saxlanılır.
Bu haqda heç kəs bir şey bilmir. Həm də əynindəki paltardan onu tanıyıb güllə ilə vura bilərlər. Günorta saat 4-dən sonra onlar yenidən yollarına davam etdilər. Ağçay keçib 2 aulu arxada qoydular. Birinci aulun adı elə həmin çayın adından götürülmüşdü. Ona Ağsu, o birisinə isə Yurt Anq deyirdilər. Sonuncu, yəni ikinci auldan təxminən bir verst aralıda Salasu çayı Ağçaya tökülür və geniş bir ərazidə şimal-qərbə tərəf istiqamətini dəyişir. Çayın döndüyü bu yerdə bir dağ ucalır və həmin dağın sağ və sol yamacında 2 aul var. Arqar Yurt və Belarqarqanış. Arqar Yurta qədər yol biraz babat idi, getmək olurdu. Ancaq bu kəndi keçəndən sonra demək olar ki, yol tamamilə itirdi. Gərək çaya enib onun sahili ilə irəliləyərdin. Axşama yaxın yolçular Ağçayın yatağını tərk edib sol sahildə yerləşən meşəyə daxil oldular. Axşam saat 9 olanda qaranlıqda ara-sıra işıqlar gözə dəyirdi. Bu, Onyek aulunun işıqları idi. Yolçular işıq gələn tərəfə getdilər və aula girdilər. Aulun əsas küçəsi adamla dolu idi. Casus xəbər gətirmişdi ki, bir Rus 3 nəfər dağlı ilə aula tərəf gəlir və bunu eşidən aul cəmaatı ayağa qalxmışdı. Həmin andaca hər tərəfdən kafir, kafir nidaları ucaldı. Bunu görən naiblər qabağa çıxıb cəmaata başa saldılar ki, həkimin gəlişi xeyirliyədir. Yolçular gecələyəcəkləri evə çatdılar. Ev sahibi həkimi qarşıladı və naiblərlə danışandan sonra işarə ilə Müsyo Piotrovskiyə onun dalınca getməyi başa saldı. Ev sahibi onu bir otağa gətirdi və küncü göstərib kobud şəkildə dedi: "Otur orada." Sonra həmin adam otaqdan çıxdı. Qapını bağlayıb açarı da özü ilə götürdü. Burada həkimin böyük təəccübünə səbəb olan o idi ki, içəridə bir qadın və 4 yaşlı bir oğlan uşağı da vardı. O, işıqda sobanın yanında oturan qadının sifətindən onun cavan və gözəl olduğunu görürdü. Həkim demək olar ki, bir saata yaxın qadınla bir yerdə qaldı. Qadın ya rusca başa düşmədiyindən, ya da özünü lallığa vurmasını tapşırdıqlarından həkimin heç bir sualına cavab vermədi. Nəhayət ev sahibi naiblərin biri ilə qayıdıb gəldi. Onlar həkimə işarə etdilər ki, onların dalınca gəlsin. Adama elə gəlirdi ki, bu insanlar yalnız danışmaq zəruri olduqda bir-birləri ilə kəlmə kəsirlər. Bir qapıdan keçəndən sonra həkim başqa bir qaranlıq otağa daxil oldu. Ev yiyəsi yenə də qapını bağladı, amma bu dəfə içəridən. Sonra o əvvəlcədən qabağına odun yığılmış sobaya yaxınlaşıb onu yandırdı. Ocağın gür işığında həkim başa düşdü ki, bura şərqlilərin qonaq otağıdır. Sobada yanan alovun işığında biraz aralıdakı çarpayı görünürdü. Yorulub əldən düşən həkim çarpayıya uzandı və elə o saatda yuxuya getdi. Səhər yuxudan oyananda onu gətirən naiblərdən birinin onun tanımadığı başqa bir naiblə söhbət etdiyini gördü. Bu axırıncının döşündə 2 ulduz vardı və bu ulduzlar onun Şamilin adamı olduğunu bildirirdi. Doğrudan da imam bu təzə gələn adamı yolun qalan hissəsinə bələdçilik etmək üçün göndərmişdi. O həkimə paltarını dəyişməyi, ayrı paltar geyməyi məsləhət gördü. Belə ki, kənardan baxan onu hərbi həkim yox, dağlı çərkəz zənn edəcəkdi. Əslində bu elə də çətin deyildi. Geyim əvvəlcədən hazırlanıb gətirilmişdi. Onlar səhər çay və pendir lavaş yedilər. Səhər saat 9-da atları və bələdçini gətirdilər. Nə bələdçi, nə də atlar dünənki deyildi. Amavi kəndinə qədər yol Ağçayın sahili boyunca uzanıb gedirdi. Amavidə bələdçini yenidən dəyişdilər. Bu dəfə bələdçi piyada idi. Amavidən çıxandan sonra onlar yarım saat yol gedib Qombe dağlarına çatdılar. Yol boyu onlar saysız hesabsız qoyun sürülərinə və mal-qara naxırına rast gəldilər. Qombe zirvəsindən baxanda Xəzər dənizi və Georgiyevskiyə qədər bütün Qafqaz silsiləsi görünürdü. Uzaqlarda dumanın arasında Muzdoku da seçmək olurdu. Mənzərə çox gözəl olduğundan həkim bir anlığa yol yorğunluğunu unutdu. Onlar zirvələri bir-birinin ardınca aşaraq yollarına davam etdilər və nəhayət dağın ən uca nöqtəsinə gəlib çatdılar. Həkim buradan aşağı boylananda qeyri-ixtiyari 3 addım geri çəkildi. Dağın bir tərəfi sıldırım yarğan idi. 2 kilometr aşağıdakı uçurumun dibinə baxanda adamın gözləri qaralır, başı gicəllənirdi. Bəs yol hanı? Qorxudan dəhşətə gəlmiş həkim soruşdu. Dağlı əyilərək uçurumun dibini göstərdi. Onun bədəninin yarısı demək olar ki, boşluqdan asılı qalmışdı. Oradadır dedi və ayağının altında qayanın üstü ilə uzanıb gedən cığırı göstərdi. Cığıra baxanda onu axıracan görmək qeyri-mümkün idi. Bəzi yerlərdə o lap itirdi. Belə bir cığırı atla enmək axmaqlıq olardı. Həkim atın başını buraxdı. Heyvan otlamağa başladı və bundan sonra həkim bütün cəsarətini toplayıb uçuruma piyada düşmək qərarına gəldi.
O sonralar da bu dəhşətli uçurumu enəndə keçirdiyi hissləri xatırladıqca bədəninə titrəmə düşürdü. Lap qabaqda bələdçi, onun ardınca həkim, ondan sonra isə naib gedirdi. Həkim gözü qaralıb başı gicəllənməsin deyə tez-tez çevrilib qayaya baxmalı olurdu. O özündən asılı olmayaraq gözlərini ayağının altındakı çınqıl daşlarının diyirləndiyi dar yola zilləmişdi. Daşlar dibi görünməyən uçurumun dərinliyinə düşərək küt səslər çıxarırdı. Onun ürkək baxışları aşağı yuvarlanan daşları izləməyə cəsarət etmirdi. Bütün eniş boyunca həkim əl atıb yapışmaq üçün bir nöqtə, oturub nəfəsini dərmək üçün bir daldalanacaq tapmadı və bu cəhənnəm əzabı düz 6 saat çəkdi. Dağın ətəyinə çatanda o qan tər içində idi. Dizləri güclü küləyin yellətdiyi kollar kimi tir-tir titrəyirdi. Onlar Andi qapısı adlanan yerə gəlib çatdılar. Keçdikləri yolda onlar bir dənə də olsun kol-kosa rast gəlmədilər. Ancaq hərdən bir orada-burada sarı və ağ çiçəklər gözə dəyirdi. Bu keçidin şimal-şərqi dikdir idi. Rus əskərlərinin şeytan toyu adlandırdıqları zirvədə isə topa halında bir neçə qaya var idi. Andi qapılarından bir vers aralıda sol tərəfdə Felike aulu görünür. Ondan bir vers o tərəfdə isə Ağeli aulu yerləşirdi. Həmin bu auldan sonra Ung aulu gəlirdi. Aullardakı evlər əhəngsiz daşdan tikilmişdir. Andi qəsəbəsinin adı ilə onun qarşısından ilan kimi qıvrılaraq keçən və indicə arxada qoyduğumuz bu yolun adı eynidir. Nəhayət Andinin arxasında axırıncı aul da vardır ki, bələdçi həmin bu aulu həkimə göstərərək səyahətlərinin son nöqtəsi olduğunu bildirdi. Onun adı Sul Kadi idi. Həkim yorulub əldən düşmüşdü. Az qala özündən gedəcəkdi. O, durduğu yerdəcə çöktü. Daha doğrusu üzü qoyulu torpağa sərildi. Bir neçə dəqiqədən sonra o yenidən ayağa qalxdı və yola düzəldi. Ancaq əsəbləri gərildiyindən ayaqları yenə də əsirdi. Artıq bu onun özündən asılı deyildi. Gecədən xeyli keçmiş onlar gəlib Sul Kadiyə çatdılar. Sul Kadinin evləri daşdan tikilmiş və 2-3 mərtəbəli idi. Birinci mərtəbə atların və öküzlərin saxlanılması üçün nəzərdə tutulmuşdu. İkinci mərtəbədə ev sahibi özü olurdu. Qalan yuxarı mərtəbə isə şəhərlərdəki kimi kirayə verilirdi. Aulun ortasında məscid ucalırdı. Cəmaləddinin olduğu evin qapısında bir nəfər növbətçi gəzişirdi. Evin sahibi bir daş skamyanın üstündə yatırdı. Həkimi dar bir pilləkənlə böyük bir artırmaya apardılar. Xəstə yatan otağın qapısı bu artırmaya açılırdı. Həkimə bələdçilik edən naib əvvəlcə ev sahibini oyatdı. Sonra həkimi şamla işıqlandırılan bir otağa gətirdi. Şam xəstənin yatdığı dəmir çarpayını işıqlandırırdı və onun çarpayısının lap yaxınlığında başqa bir çarpayı da vardı. Bu yəqin ki, hamının səbirsizliklə gözlədiyi həkim üçün nəzərdə tutulmuşdu. Cəmaləddin yatmışdı. Onu oyatdılar. O həkimi görəndə çox sevindi, amma əvvəlcə ona dincəlməyi məsləhət gördü. Həkim xəstəyə səhhəti ilə bağlı bir neçə sual verdi, ancaq uzaq yolda yorulub əldən düşdüyündən Cəmaləddinin təkidinə tabe oldu və uzanıb yatdı. Şamilin oğlunun otağı adi bir yer idi. Burada demək olar ki, mebel adına heç nə yox idi. Bütün bəzəyi yalnız bir tüfəngdən, tapancadan, qını gümüşlə naxışlanmış qılıncdan və bir çay qutusundan ibarət idi. Yuxudan oyanan kimi Müsyo Petrovskinin ilk işi xəstənin vəziyyəti ilə bağlı sorğu-suala tutmaq oldu. Əslində gənc oğlan fiziki deyil, mənəvi xəstəliyə tutulmuşdu. Onu mənən üzən dərd, öyrəşdiyi şəhər mühitindən uzaqlaşması və gəncliyin bəxş etdiyi əyləncələrdən məhrum olması idi. Atasının yanında hökm sürən amansız və şərt dağ qanunları onun Peterburqlu və Varşavalı dostlarını əvəz edə bilmirdi. Bütün dünyada gözəlliyi ilə ad qazanan Çərkəz və Qabardin qızları ona Neva sahillərindəki rus qızlarını və Visla sahillərindəki polyak gözəllərini unuttura bilmirdi. Buna görə də o hər an, hər dəqiqə şam kimi əriyir, belə yaşamaqdansa ölümü üstün tuturdu. O ki qaldı fiziki sağlamlığına, demək olar ki, o artıq gücdən düşmüşdü. Yatağından qalxa bilmirdi. Taleyi Azərbaycanlı həkimlərə tapşırılan xəstənin vəziyyəti elə ağır həddə gəlib çatmışdı ki, yaxşılaşmaq əvəzinə günü-gündən pisləşirdi. Onun ruhuna yalnız əyləncələr təskinlik verə bilərdi ki, bunlar da ki qadağan edilmişdi. Ona nə bir rus kitabı, nə də rus qəzetini oxumağa icazə verirdilər. Rusiyada olan hər şeyə təhqir, haram kimi baxan dağlılar üçün bütün bunlar mənəviyyatı zəhərləyən bəla sayılırdı. Həkim Cəmaləddinin yanında 3 gün qaldı. Bu 3 gün ərzində o əlindən gələn hər şeyi elədi. Bütün bacardığını işə saldı. Ancaq bir həkim kimi anlayırdı ki, bütün bu qayğıların hamısı hədərdir. Xəstə ölümcüldür və artıq onun dərdinə dərman yoxdur.
Cəmaləddindən ayrılarkən həkim ona beyninə dolan axmaq fikirləri kənara qoyub, onun bütün göstərişlərinə ciddi əməl etməsini tapşırdı. Çünki sağalmaq üçün ilk növbədə insanın özündə inam olmalıdır. Bu ən birinci amildir. Ancaq iş orasındadır ki, bu dəfə xəstə özü qətiyyən sağalmağı arzulamırdı. Bütün bunlarla yanaşı bu bədbəxt gənc nə bir kəlmə şikayət edir, nə də gileylənirdi. O özünü səssiz-səmirsiz ölümün ixtiyarına verən qurban idi. Öz qismətinə boyun əymişdi. Artıq o hər şeydən əlini tamamilə üzməyi qərara almışdı. Həkim iyunun 17-sində Cəmaləddinlə vidalaşıb ayrıldı. Sentyabrın əvvəlində isə onun ölüm xəbəri gəldi. Şamil oğlunu ikinci dəfə həm də həmişəlik itirmək üçün geri qaytarmışdı. 46-cı fəsil. Tiflis. Başımız hekayəyə elə qarışdı ki, az qala Tiflis haqqında bir neçə kəlmə deməyi unutmuşduq. Tiflisin əsl adı Tibili Kalaki, yəni isti şəhər deməkdir. Bu ad isti sulardan götürülmüşdür və biz oxuculara məşhur İran hamamlarından bəhs edərkən bu haqda biraz danışmışdıq. Maraqlı burasıdır ki, isti su mənbələri ilə məşhur olan belə şəhərlər az deyil. Qədim dövrdə Namibiyada Tobilis adlı şəhər olmuşdur və Gürcüstanın Tiflis şəhərindən başqa Bohemiyada da Teplitz şəhəri vardır və çox güman ki, bu da isti deməkdir. Xristianlığın yarandığı dövrdə, yəni bizim eranın əvvəllərində Tiflis yalnız Gürcüstanın mərkəzi hesab olunan Misxet adlı balaca bir kənd imiş. Ancaq 469-cu ildə Çar Vaxtanq Qurdaslan, yəni Qurd Aslan Tbilisinin indiki Tiflis şəhərinin əsasını qoyur. Yenicə salınmış şəhər Xəzərlər tərəfindən yerlə yeksan edilir. Sonralar Əmir Aqaryan onu bərpa edir və Misxet dağıldıqdan sonra bu şəhər Baqratidlərin, yəni müasir Baqratyonların iqamətgahına çevrilir. Kür çayı şəhərin özünü Avlabari, İsni və Almanlar qəsəbələrindən ayırır. 1795-ci ilin sentyabrında şəhər Ağa Məhəmməd Şah Qacar tərəfindən darmadağın edilir. O vaxtlar şəhərin küçələri o qədər darısqal idi ki, Klaprotun dediyinə görə onun ən enli küçəsindən yalnız bir araba keçə bilirdi. Həmin dövrdə Tiflisin cəmi 15 min əhalisi var idi. 1820-ci ildə Tiflisdəki fransız konsulu Cəngavər Qamba oraya gələndə şəhərin bütün küçələrində İranlıların son hücumunun izləri qalmışdı. Şəhər sakinləri hər an qol qabırğalarını sındırmaq təhlükəsi ilə üzləşərək tullana-tullana bu xarabalıqlardan keçib gedir, yeraltı komaları özlərinə yaşayış məskəni ev edərək 4 fut hündürlüyündəki qapılardan içəri daxil olurdular. Şübhəsiz ki, Cəngavər Qambanın və Klaprotun təsvirləri ilə tanış olan şəxs indi bu şəhərə daxil olarkən həmin iki səyyahın təsvir etdikləri şəhərə girdiyini ağlına belə gətirməz. Hazırda Tiflisin əhalisi 65 min nəfərdir. Burada eyni 60 fut olan küçələr, möhtəşəm və yaraşıqlı saraylar, meydanlar, karvansaralar, bazarlar, nəhayət Knyaz Qagarinin sayəsində incəsənətin şah əsərləri səviyyəsində olan teatr binası və kilsə vardır. Bu da həqiqətdir ki, Tiflis rusların himayəsi altına keçəndən bəri İranlıların və türklərin hücumlarından xilas olmuşdur. Burada bir-birinin ardınca vəzifədə olan 3 şəxs Tiflis üçün xeyli iş görmüşdür. Bunlar General Yermolov, Qraf Vorontsov və Knyaz Baryatinskidir. General Yermolov bugün Rus generallarının ağsaqqalı sayıla bilər. Onun 80 yaşı var. Bu general Moskva uğrunda gedən müharibənin qəhrəmanlarındandır. Konde əlindəki əsanı İspaniyalıların cərgəsinə atıb bir anda əskərlərini topladığı kimi o da rəhbərlik etdiyi fransız əskərlərinin arasına əlindəki kiçik Georgi xaçını atanda onlar dərhal bir yerə yığışardılar. Marlenski Qafqaz həyatına dair romanlarından birində Yermolov haqqında belə yazır. Qaç ey Çeçen, heç vaxt nahaq hədələməz o heç kimi. Oyandı mı, biz sabahdan yürüşdəyik, söyləyərək qəzəblənər, şirə dönər. Düzənlərdə, səhralarda vıyıldayan qurğuşunlar onun səsi nəfəsidir. Söz dedi mi, sözü qısa və qətidir. Döyüşlərdə ildırımdır, onun alnı qırışdı mı, hakimiyyət silkələnər, bir yerə əl uzatdı mı, bil o yerə ölüm gələr. Bu şeirin hər bir misrası Yermolovun dağlıların yaddaşında buraxdığı izi bir rəsm əsəri kimi əks etdirir. O şimallılar kimi hündürboylu, tökmə bədənli, güclü, cənublular kimi çevik və qoçaq idi. Dağlılar onun bir qılınc zərbəsi ilə kəlin boynunu necə vurub yerə saldığının, löhrəm atı bir neçə dəqiqədə necə minib ram etdiyinin şahidi olmuşdular.
Bütün bunlar Yermolovun sadə, təcrübəsiz dağlıların yaddaşında dərin iz buraxması üçün kifayət idi. Qafqazda terror Yermolovun adı ilə bağlı idi. Ancaq bu elə bir dövr idi ki, terror xilasedici idi. O vaxt hələ müqəddəs müharibə bütün dağlı qəbilələrini birləşdirə bilməmişdi. Yermolov Qafqazda hələ uzun müddət xatırlanacaq ən qüdrətli şəxsiyyətlərdəndir. Porta ilə müharibənin başlanğıcında buraxdığı səhv onun nüfuzunu sarsıdır. Belə ki, o döyüşə yollanan alaya özü rəhbərlik etmək əvəzinə komandanlığı general Paskeviçə tapşırır və bununla da generalın şan-şöhrət qazanmasına səbəb olur. Özü isə Tiflisdə qalır və bu böyük qəlbli insanın zəifliyinin, qətiyyətsizliyinin tərəddüd içində olmasının səbəbi heç kimə məlum olmur. Bu yerdə Asiyalıların gözü açıqlığı, ağlı haqqında kifayət qədər təsəvvür yaratmaq üçün bir lətifə yerinə düşər. Rusiyanın tabeliyindəki kiçik Azərbaycan əyalətlərindən birinin sultanı Yermolovun yanına gəlir. Yermolov onu çox nəzakətlə, hətta həddindən artıq nəzakətlə qəbul edir. Diqqətlə dinləyir və öz yanında oturmağı təklif edir. Sultan müharibə vaxtı meydana çıxa biləcək təsadüflər barədə generala ürək-dirək verməyə, sakitləşdirməyə çalışır. Bu vaxt Yermolov arı sancmış şir kimi başını qaldırır və nə üçün elə düşünürsən ki, mən narahatam deyir. Əgər sən narahat olmasaydın deyə sultan cavab verir, onda mənə öz yanında oturmağa icazə verməzdin. Yermolov hələ sağdır, yaşayır. Mən onun portretini knyaz Baryatsinskinin evində görmüşəm. Uzun gür və ağarmış saçları onu qocalıb əldən düşmüş şirə oxşadır. O keçmiş nüfuzuna güvənərək müxalifətin tərəfini tutur. Əfsanəvi şan şöhrətinin yarımçıq qalması ilə barışa bilmir. İmperator Aleksandrın vəfatından sonra Nikolay imperator taxtına çıxdı və hər şey dəyişdi. İmperator Nikolay hal-hazırda tənqidə məruz qalan bir çox ziddiyyətli xüsusiyyətlərə malik idi. Bu, hər şeydən əvvəl onun despotizmə meyilliyinə aiddir və o, nəyin bahasına olursa olsun, bu istəyini həyata keçirməyə nail olurdu. 30 il ərzində bütün Avropa onun bu şıltaqlığına boyun əyməli, dözməli olmuşdur. Yeri gəlmişkən, məhz despotizmə meyillilik Louis Philippin də əsas mənfi cəhəti idi. Ən maraqlısı bu idi ki, Rus imperatoruna təqdim olunan hücum və istila planlarını o özü həyata keçirmirdi. Axı onun bütün çılğınlığı lovğalıqdan, özünü təkəbbürlü aparmaqdan başqa bir şey değildi. Nikolayın dövründə hökumətə qarşı hər hansı bir etiraz bağışlanmaz günah hesab olunurdu. Ona görə də dağlılar onun nəzərində düşmən deyil, sadəcə hökumət əleyhinə qiyamçılar hesab olunurdular. O taxta çıxdığı ilk gündən dağlılarla hər hansı bir sazişi qadağan etmişdi. Dağlılar sözsüz, danışıqsız tabe olmalı idilər. Onlar Nikolayı öz padşahları hesab etdikləri andan sülhə və onların sağ qalacaqlarına təminat verilirdi. Çoxları onun hakimiyyətini qeyri-şərtsiz qəbul etsə də, əslində heç də tabe olana oxşamırdılar. Ədəbsiz, kobud, rüşvətxor dövlət məmurları isə Rus hökumətini daha da gözdən salırdılar. Məhz bu səbəbdən bir çoxları Hacı Murad Danyal bəy kimi dövlətə xəyanət edirdilər. Böyük və kiçik Çeçenistanda, Avaristanda, yəni Dağıstanın bir hissəsində əhalinin üsyana qalxmasının səbəbi də bu idi. Əgər öz xoşu ilə hakimiyyətə tabe olan hər hansı bir xalq sonradan ayağa qalxırdısa, deməli bunun səbəbi dövlət idarəçiliyindəki çatışmazlıqlar idi. Çünki əvvəlcə bütün şərtlərlə razılaşan xalq, sonra həmin şərt və qanunların onu boğduğunu dərk edirdi. Qafqazda Rusiyanın ən böyük bədbəxtliyi dəqiq müəyyənləşmiş məqsədə doğru vahid siyasi istiqamətin olmaması, tez-tez dəyişilən canişinlərin eyni planla hərəkət etməməsi idi. Hər bir yeni general canişin yeni bir rəisin istəyi ilə hökmranlıq edir, ona qədər yürüdülən siyasətlə razılaşmırdı. Başqa sözlə Rusiyanın Qafqaz problemindəki nizamsızlıq və qanunsuzluq bu yerlərin təbiətini müxtəlifliyi və rəngarəngliyi ilə üst-üstə düşürdü. Yermolovu Paskeviç əvəz etdi. Ancaq onun hakimiyyəti də çox az sürdü və bir müddət sonra o da general Rozinlə əvəz olundu. Heç şübhəsiz bu sonuncu canişin Qafqaza gələn ən yaxşı rəhbər təşkilatçı idi. Onun hər şeyə öz incə baxışı vardı. Bütün işlərdə onun qayğıkeş münasibəti hiss olunurdu və ölkənin sülh və əmin-amanlıq şəraitində inkişafı göz qabağında idi. Rusiyanın düz 60 il ərzində apardığı, indiyə qədər heç bir nəticə verməyən amansız müharibəni təsvir etmək və araşdırmaq üçün Qafqazın tarixini, daha doğrusu knyaz Sisyanovdan knyaz Baryatsinskiyə qədər bütün Rus hakimlərinin tarixini yazmaq lazımdır.
Qafqazda 30 xristian tayfası məskunlaşmışdır və bu ümumi əhalinin az bir hissəsini təşkil edir. Bunların arasında həmçinin gürcülər, ermənilər, yahudilər və s. də vardır. Ərazinin yerdə qalan hissəsi Azərbaycan xanlıqlarına məxsusdur. Gəncə, Şəki, Ön Şamaxı, Bakı, hətta Tiflisin lap girəcəyində Azərbaycanlılara məxsus Borçalı, Şəmsəddin xanlıqları da vardır ki, bunların əhalisi tərəkəmə həyatı sürməklə yanaşı, hüquqi dövlətə qarşı quldurluq adətlərini hələ də qoruyub saxlamışlar. Bütün Qafqaz başdan başa dağlardan və düzənliklərdən ibarətdir. Göz işlədikcə uzanıb gedən Böyük Kür, Araz və Alazan vadilərində üzümün, tut ağaclarının, boya qotunun, dənli bitkilərin becərilməsi üçün çox məhsuldar torpaq sahələri vardır. Burada sənaye indikindən daha çox inkişaf edə bilərdi. Axı sənayenin tərəqqisi xalqın rifahını yaxşılaşdırmaqla bərabər sivilizasiyaya və sülhə də zəmin yaradır. Bu böyük torpaq sahələrini istismar etməklə hər şeyə, sənayenin inkişafına, zənginliyə, mədəniyyətə, sülhə və əmin-amanlığa nail olmaq mümkündür. Belə bir proqramı tərtib etmək asan, onu həyata keçirmək isə çox çətindir. Burada insanları öldürmək onları maarifləndirməkdən daha asandır. Onları öldürmək üçün barıt və qurğuşundan başqa heç nə lazım deyil. Onlara elm vermək, maarifləndirmək üçün bəzi ictimai fəlsəfi proqramlara ehtiyac var ki, bu da hər dövlətin əlindən gəlmir. Aran əhalisinin fəthi çox qısa bir müddət ərzində həyata keçirildi, ancaq Aranlılar heç də tamamilə tabe olmadılar. Onlar zəbt olunmaları ilə razılaşmadılar, sadəcə bunu qəbul etdilər. Ancaq daxilən işğalçılara düşmən olaraq qaldılar və burada hakim olmaq hüquqları və idarə etmə şərtləri qeyri-müəyyən qaldı. Düzənlikdə gücsüz, aciz olan nifrət dağlarda kök salaraq əbədiləşdi. Ancaq qeyd etdiyimiz kimi hökmranlığın şərtləri və qaydaları bitməmiş, yerinə yetirilməmiş qaldı. Dağlarda gedən müharibə düzənliklərin, Aran əhalisinin fəryadının əks sədasından başqa bir şey deyildir. Müsəlman millətinin maddi maraqları ilə xristian idarəçiliyini birləşdirəcək bir üsul tapın. Aran cəmaatına həsrətində olduğu əmin-amanlığı və sülhü geri qaytararaq onları xoşbəxt edin. Bu zaman bütün dağlılar könüllü surətdə ayağınıza gəlib özü sizə tabe olacaq. Bax, General Rozen məhz bu üsulla hərəkət etməyə üstünlük verdi. Ancaq bədbəxtlikdən İmperator Nikolay Qafqaza səyahət etmək fikrini başından çıxara bilmirdi. O, bu yerlərə çox əlverişsiz bir zamanda, səhhətinin pisləşdiyi bir vaxta gəlib çıxdı. Nikolay orduya ümumi baxış zamanı General Rozenin kürəkəni Knyaz Dadyaninin çiynindən İmperator adjutantına məxsus lentləri qoparmaqla onu kobudcasına təhqir etdi. Öz şəfəqi ilə göz qamaşdıran günəşi gözləyən yerli cəmaat İmperator üçün canlarından keçməyə hazır idilər. Ancaq gözlədiklərinin əksinə olaraq qaşqabaqlı kapralla qarşılaşdılar. İmperatorun bu qəzəbi Qafqazda dərin iz buraxdı. Onun xalq arasında yaratdığı təəssürat isə heç də ürəkaçan deyildi. Nəticədə General Rozen yerini, vəzifəsini itirdi. Narazı və naməlum şəkildə Moskvada öldü. Bunun nə qədər böyük itki olduğunu gələcək göstərdi. Onu General Neidhart əvəz etdi. Bu xırdaçı, rəsmiyyətçi Almanın nə məhzəbə qulluq elədiyi məlum deyildi. Onun az bir zamanda süquta uğrayan hakimiyyətinin ömrü qısa oldu. Ancaq bu müddət ərzində Rus ordusu böyük və əhəmiyyətli itkilər verdi. Çeçenistan və Avariya əhalisi üsyana qalxdı. Bütün ölkədə narazılıq və təhdidlər dalğası baş qaldırdı. Məhz belə bir zamanda İmperator Nikolayın yadına Qraf Vorontsov düşdü. Qraf Vorontsovda olan atsan, şöhrət, nüfuz və əsilzadəlik Neidhartda yox idi. Bessarabiyanın və Novorossiyanın general qubernatoru, Qafqaz canişini Fred Marshall, Mikhail Vorontsov haqda bir neçə kəlmə demək yerinə düşər. Knyaz Baryatinski ilə yanaşı bu şəxs də Rus yüksək vəzifələrdə olarkən dövlət xadimləri arasında öz sərbəstliyini, müstəqil hərəkət etmək bacarığını saxlaya bilənlərdən idi. Onun ali zat kimi tanınmasında Ruslarda olan ənənəvi pərəstişkarlıq da öz işini görmüşdü. O, imperatorun şəxsiyyətində ali qanunun ucalığını görür və buna inanırdı. Bu inan, başqa cür demiş olsaq, bu hörmət saray əyanlarının yaltaqlıqlarından və hədələrindən uzaq idi. Bu müstəqilliyi təmin edən 3 səbəb idi. Onun dövlətli olması, yüksək təhsilli və şəxsi keyfiyyətləri, yəni xarakteri. Rusiyanın Londondakı səfiri Simeon Vorontsovun oğlu İngiltərədə böyümüş və bütün ömrü boyu ağayanalığını, hər vəziyyətdə qayda qanunla hərəkət etməyi, insanın ən böyük üstünlüyü hesab olunan şəxsi ləyaqət hissini qoruyub saxlaya bilmişdi. O, zəngin ailə mirasına sahib olmaqla yanaşı, həm də məşhur dövlət xadimi olan əmsi Aleksandrın da varisi oldu.
Mixail Vorontsov 20 yaşında artıq qvardiya leytenantı və kamerger fəxri adına layiq görülmüşdü. Atası və əmisi onun ləyaqətli kişi kimi ad-san qazanmasını istəyirdilər. Məhz bu məqsədlə də gənc Mixaili Qafqaza göndərirdilər. Bu, həmin vaxt idi ki, Gürcüstan İmperator Aleksandrın rəhbərlik etdiyi Rus imperiyasının tərkibində yenicə birləşdirilmişdi. Həmin dövrdə Qafqazın canişini Knyaz Sisyanov idi. O, tündməcaz və tərs adam idi, ancaq dövlət işlərində və hərbi məsələlərdə həqiqi istedada malik idi. Gənc bir kamergerin salon və ziyafətlərin aslanı zənn etdiyi birinin onun yanına təyin edilməsi canişini heç də açmırdı. Odur ki, Sisyanov ondan yaxasını qurtarmaq üçün məktub göndərir. Lakin Agamemnonun Nesnetstre yazdığı məktub kimi bu məktub da yolda Vorontsova çatır. Qafqaza gəlib çıxandan sonra artıq onu geri göndərmək mümkün deyildi. Bu hadisə 1803-cü ildə baş vermişdi. Bu gənc hərbçi öz xidmətinə Yelizavetpol quberniyasının paytaxtı Gəncə şəhərinin mühasirəsində iştirak etməklə başlayır. O, burada şücaət göstərərək döyüşdə yaralanan və sonradan Qafqaz qəhrəmanı kimi ad qazanan gənc Kotlyarevskinin həyatını xilas edir. Knyaz Sisyanov elə ilk görüşdə bu cavan kamergerin əsl kişi olduğunu və Rusiyanın gələcəyi üçün belə bir kişini qoruyub saxlamağın vacibliyini anlayır. Gəncənin mühasirəsində onun məhv olacağından ehtiyat edən Sisyanov Vorontsovu Ləzgi cəbhəsinə göndərir və onu buradakı dəstəyə başçılıq edən cəsur general Qulyakova tapşırır. Ancaq cavan oğlanın gəlişindən bir neçə gün sonra Zakatala yaxınlığındakı dərədə Ləzgilərlə qanlı toqquşma baş verir. Qulyakov öldürülür və Rus döyüşçülərinin bir hissəsini sıxışdırıb uçuruma tökürlər. Başqaları kimi uçuruma düşən Mixail Vorontsov möcüzə nəticəsində xilas ola bilir. Zakatala əməliyyatında sağ qalan Mixail Vorontsov İrəvandakı hücum əməliyyatlarında briqada mayoru kimi iştirak edir. Artıq Knyaz Sisyanov ona etibar etməyə, rəğbət göstərməyə başlayır və İmeretiya çarı Süleymanla danışıq aparmaq işini Vorontsova həvalə edir. İmeretiya çarı Süleyman gah Rusiya təbəəliyini qəbul edərək taxt-tacdan əl çəkir, gah da silah götürüb Rusiyaya qarşı çıxırdı. Knyaz Sisyanov öldürüləndən sonra qraf Vorontsov Rusiyaya dönür. Bundan sonra o uzun müddət Qafqaza qayıtmır. Borodinoda onun rəhbərlik etdiyi diviziya darmadağın edilir. Özü isə yaralanaraq hərbi xəstəxanaya çevirdiyi malikanəsinə qayıdır. Burada o, başqa Rus əsgərləri ilə birlikdə müalicə olunur. 1815-ci ildə əvvəllər Fransada qalan böyük bir qoşun birləşməsinə komandanlıq edir və həmin hissənin zabitlərinin 2 milyon məbləğində borcunu öz cibindən ödəyir. İmperator Aleksandr bu borcu Vorontsova qaytarıb-qaytarmadığı məlum deyil. Bir müddət sonra o uçurumun kənarında qolları üstündə canını tapşıran məşhur Potyomkinin qız nəvəsi Qrafinya Branitskayanın qızı ilə evlənir və sonralar bu izdivac sayəsində Rusiyanın ən zəngin mülkədarlarından birinə çevrilir. 1826-cı ildə, mən yadımda qalanı yazıram və ola bilsin ki, 1-2 il yanılıram. Deməli 1826-cı ildə o, Novorossiyskinin general qubernatoru təyin olunur və Hersoq Rişelye tərəfindən əsası qoyulan Odessada məskən salır. O, burada elə gözəl, gülü çiçəkli yaşayış qurur ki, həmin ab-havanı bugün də görür və hiss edirik. Vorontsov burada Krımın cənubunda gözəl şərabçılıq müəssisələri yaradır və buranın hər tərəfini insanı heyran edən istirahət məskəninə çevirir. Dövlət işlərindən uzaqlaşan Vorontsov xüsusi göstərişlə Rusiya ilə Türkiyə arasında gedən müharibədə Varna ətrafındakı döyüşlərdə yaralanmış general Menşikovu əvəz edir. Daha doğrusu onun yerinə göndərilir. O, Varnanı türklərdən alır və bunun nəticəsində qraf Vorontsov yenidən əvvəlki vəzifəsinə qayıdır. Nəhayət 1845-ci ildə o bütün Qafqazın canişini təyin edilir və bu təyinatı bütün Rusiya alqışlayır. Vorontsov Qafqaza gəmi ilə gəlir və Redut qalasında limana yan alan qrafı Qara dənizin mənzərəli sahillərində yaşayan xalqlar böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Bura gələn kimi onun ilk işi yolları qaydaya salacağını vəd etmək olur. O, yeni təyin olunmuş bütün canişinlərin cəmaata verdiyi vədi təkrar edir. Ancaq bədbəxtlikdən indiyə qədər heç kim sözünə əməl etməyibmiş. Yolların qaydaya salınmasına 2 amil mane olurdu. Birinci səbəb Fransada yolların salınması üçün əngəl hesab olunmayan relyef amilidir. İkincisi, ən əsas səbəb isə hərbi məsələlərə daha çox diqqət yetirilməsidir. Etiraf edək ki, Qafqazda dağ çaylarının itaxması ən dəhşətli maneə olaraq qalır. Özülü böyük imperatorun varisi və hazırki imperator tərəfindən qoyulmuş, tikintisinə düz 3 il vaxt sərf edilmiş 5000 rublə başa gələn qranit körpü Daryal dərəsini birləşdirirdi və bu körpünün təntənəli açılışı olmuşdu.
Ancaq günlərin birində leysan yağışlardan sonra əmələ gələn güclü sel bu körpünü saman çöpü kimi yerli dibli götürüb aparmışdı. Qori yaxınlığında kür üzərində salınmış iki körpünün də aqibəti belə olmuşdu. Hər iki körpünün tikintisi həm dülgər, həm də mexanik olan Keil adlı bir ingilisə tapşırılmışdı. Biz Qoridə olarkən həmin bu körpülərdən yalnız bəzi izlərin qaldığını gördük. Onu da əlavə edək ki, bu körpülərin tikintisi üçün dövlət tərəfindən nə az, nə çox düz 60-80 min rubl pul ayrılmışdı. Elə hey işləyirlər, ancaq heç bir nəticə hasil olmur. Tiflisdə hamı deyir ki, Vladikavkazdan Tiflisə çəkilən yollar üçün 50 il ərzində sərf olunmuş pulu bir yerə toplasan, həmin bu pullarla bütün yolları örtmək olar. Biz həmin bu yollarla keçib gedəcəyik və onların nə vəziyyətdə olduğunu oxucu özü görəcək, özü mühakimə yürüdəcəkdir. Bununla belə əlavə edək ki, hər il 3 cür uçqun bu yolları bağlayır. Qar uçqunu, dağlardan uçub gələn daşlar və sellərin əmələ gətirdiyi uçqunlar. Düzənlikdə bir-birindən fərqli müxtəlif daşqınlar torpağı yuyub aparır və hər tərəfi suya qərq edir. Minqreldə mənim atım palçığa batdı. Az qalmışdı ki, özüm də batıb orada palçığın içində qalam. Belə bir ölkədə yol çəkmək üçün Roma imperiyasındakı kimi sürətli iş, nəhəng alətlər, küllü miqdarda maddi vəsait lazımdır. Bunlardan əlavə öz işinin sənətkarı olan gözü tox, vicdanı təmiz mühəndisləri, bir sözlə Rusiyada çatışmayan hər şeyi bura cəlb etmək lazımdır. Hamı qələbə qazanmaq istəyir, ancaq hamı qələbənin əsas amili olan həqiqətin qabağından həmişə qaçır. Müharibə Rusiyaya 100 milyon frankdan artıq məbləğə başa gəldi. Yolların, rabitə işlərinin qaydaya salınmasına isə 300 min frank vəsait ayrılmışdır. Elə bu səbəbdəndir ki, yollar da, rabitə işləri də bu gündədir. Qraf Vorontsov yolların qaydaya salınmasına ən zəruri ehtiyac kimi baxmış, ancaq müharibəni yol salma işlərindən daha artıq qiymətləndirmişdir. O, Sankt-Peterburqda birbaşa imperatorun nəzarəti altında işlənib hazırlanmış plan üzrə dövlətə tabe olmayan dağlara qarşı daha böyük səylə mübarizə aparmaq əmri almışdı. Bu plana görə hücum edib Şamili mühasirəyə almaq, onun iqamətgahını ələ keçirmək və bütün Dağıstan əhalisini diz çöktürmək nəzərdə tutulurdu. Kağız üzərində bu planı həyata keçirmək çox asan idi, ancaq burada Qafqazın təbiəti nəzərə alınmamışdı. Şamilə deyin ki, İmperator Nikolay əməliyyatın əvvəlində ötkəm səslə demişdi: Qafqazın külünü göyə sovurmaq üçün məndə kifayət qədər barıt var. Bu lovğa ismarıca Şamil yalnız gülməklə cavab vermişdi. İmperator həmişə çalışırdı ki, heç kəs yelbeyinliyinə görə onu ələ salmasın. Ancaq buna baxmayaraq o hamının Darqo əməliyyatı adı ilə tanıdığı və uğursuzluqla nəticələnəcəyi əvvəlcədən bəlli olan bu məşhur və mənasız hərbi yürüşə başlamaq əmrini vermişdi. İmperatorun bu planı ona görə mənasız cəfəng idi ki, əvvəla Qraf Vorontsov Qafqazın həmin hissəsində olmamışdı və hərəkət edəcəyi məntəqələr və yerlər onun üçün naməlum idi. Bu hərbi yürüş başdan ayağa əsl İlyada idi, təkcə Homeri çatmırdı. Bədbəxtlikdən Puşkin və Lermontov da həyatda deyildi. Salt və Georgiyevskiyə hücum, Avariyanın insan ayağı dəyməmiş meşələrinə yürüş, Darqoda Şamilin iqamətgahının alınması, yavan çörək dalınca göndərilmiş 3000 nəfərlik böyük bir alayın tələf olması, nəhayət axırıncı nəfərinə qədər qırılmağa məhkum olmuş ordunun son anda qurtarılması, bütün bunlar həqiqətən də qəribə və dəhşətli bir faciənin müxtəlif mərhələləri idi. Darqo yürüşünün yalnız bir nəticəsi oldu. Hamı Knyaz Vorontsovun xarakterini anladı və qiymətləndirdi. Açıq liman olan Odessanı özünə məskən seçdiyinə, tərəqqipərvər və liberal fikirlərinə görə hamı onu Porto Franco adlandırırdı. Əskərlər ağızdan ağza keçən bu sözün mənasını bilməsələr də, həmişə sakit, mülayim təbiətli, gülərüz, dünya malına gözünün ucu ilə baxmayan, hər bir çətinliyə dözən, bütün təhlükələrdən yan keçməyi bacaran bu xeyirxah igidi ruhlandırmaq üçün həmin bu sözü, Porto Franco sözünü təkrar edərdilər. Bir dəfə o bir meşənin kənarında öz dəstəsi ilə birlikdə çeçenlərin mühasirəsinə düşür. Moskva ətrafında 1-ci Napoleonun ordusuna müqavimət göstərən bu şəxs indi çeçen quldurlarını geri oturtmaq üçün qılınca əl atmağa məcbur olmuşdu. O, düşmən əhatəsində olan düşərgədə hər dəqiqə qulaqlarının dibində vıyıldayan güllə səsləri altında 10 addım aralıda əskərlərin öldürüldüyü bir vaxtda adəti üzrə katibinə məktub diktə edirdi. O, bu məktubu Fransaya ünvanlayaraq Burqundiyadan ona üzüm tingi, arvadına isə pal-paltar və şlyapa göndərməyi təvəqqə edirdi.
O 12-ci Karl kimi əskərlərlə bərabər qara arpa çörəyi yeyir, öz şəxsi əşyaları da daxil olmaqla ordunun bütün yükünü yandırmağı tapşırır, güllə səslərini batırmaq, əskərləri bu səslərdən yayındırmaq və acılığı onların yadından çıxarmaq üçün musiqi çalınmasını əmr edirdi. Onun ordusu artıq tamamilə acından ölmək üzrə idi, ancaq Vorontsov özünün qeyri-adi səyi və cəhdi sayəsində General Freytagın dəstəsi ilə birləşərək ərzaqla təmin olundu və adamlarını aclıqdan qurtardı. Onun hesabatı bu sözlərlə başlayır. Əlahəzrət, sizin əmriniz yerinə yetirildi. Daha sonra isə bu əmrin yerinə yetirilməsi zamanı Rus əskərlərinin verdiyi itkilər təsvir olunurdu. Knyaz Vorontsov Fransız koloniyası arasında xüsusi rəğbət qazanmışdı. O bizim həmyerlilərimizin hamısını ad-bad tanıyır, onların nə peşənin sahibi olduqlarını bilirdi və heç olmazdı ki, onların hansısa biri ilə rastlaşanda ayaq saxlayıb bu qəribin işləri ilə maraqlanmasın, ailəsini soruşmasın. Bax buna görə də dediyimiz kimi Qraf Vorontsovun adı Qafqazda dillər əzbəri idi. Knyaz Baratsinski də məni o qədər səmimi qəbul etdi ki, onun haqqında həqiqəti söyləyə və ünvanına təriflər yağdıra bilərəm. Çoxları elə düşünə bilər ki, mən bunları etməməklə ondan qisas almağa cəhd edirəm. Ancaq mənim susmağım ona olan razılığımın ifadəsidir. 47-ci fəsil Gürcüstan və Gürcülər. Etiraf edirəm ki, Tiflisə gələndə elə bilirdim ki, Bakı və Nuxa kimi ancaq onlardan biraz böyük, yarım vəhşi bir yerə gedirəm. Lakin mən yanılırdım. Əsas hissəsi Paris dərziləri və şlyapa ustalarından ibarət olan Fransız koloniyasının sayəsində Gürcü qadınları İtalyan teatrının və böyük bulvarın dəb yeniliklərini 2 həftə fasilə ilə izləyə bilirdilər. Mən Gürcüstanın paytaxtına gələndə hamının başı bir problemə qarışmışdı. Knyaginya J özü ilə yeni dəbdə olan gözəl bir karset gətirmişdi və onun onsuz da incə belinə bu yeni karset çox yaraşırdı. Madam Blonun yanına gəlib onun vasitəsilə moda ustası Madam Bonvaledən həmin karsetlərdən bura çox göndərməsini xahiş edənlərin sayı hesabı çox idi. Parisli olduğumdan hamı məni sorğu-suala tutur, bu yeni ixtira haqqında bir şey bilib-bilmədiyimi soruşurdular. Əziz oxucular, məndən Madam Bonvalenin karsetləri barədə necə xəbər tutduğumu soruşmayın. Onsuz da mən sizə bu haqda heç nə deyə bilməyəcəyim. Çünki inanın ki, Tiflisdən ayrılmazdan qabaq bu şəhərdə məcburən məşğul olduğum məsələlərdən biri də həmin bu yeni karsetlər idi. Mənə elə gəlirdi ki, bu karsetlər haqqında ictimaiyyətə mühazirə oxumaq lazım gələcək. Ancaq xoşbəxtlikdən Zarya qəzetində dərc edilən bir qeydlə yaxamı qurtara bildim. Həmin yazıda izah edirdim ki, 4-500 qadının bədən quruluşunu öyrənməklə qadın bədəninin 7-8 bəndlik təsnifatı tərtib edilmişdir. Bu təsnifat sayəsində bütün ölkələrin və millətlərin qadınları özlərinə uyğun karset tapa bilərlər. Bu yazı qəzetdə dərc olunan kimi çox ciddi qarşılandı və öz nəticəsini verdi. Bütün redaksiya heyəti məni axtarıb tapdı və Gürcü süfrəsinə dəvət etdi. Bununla belə Tiflisdə Paris karsetləri haqqında çox şey bilsələr də, inanmıram ki, Parisdə də Tiflis süfrəsi, Gürcü mətbəxi haqqında cəmaət nəsə bilir. Gürcü süfrəsi o deməkdir ki, burada adamlar əllərinə keçəni yeyirlər. Yemək əsasən təzə göyərtidən və bitki köklərindən ibarət olan süfrənin çox az bir hissəsini təşkil edir. Bu təzə göyərtilərin və bitki köklərinin nə olduğunu mən özüm də bilmirəm. Bunlar yağsız və sirkəsiz salat, göy soğan, tərxun, qırmızı turp bibərdir. Gürcü qonaqlığının yemək bölməsinə gəldikdə isə bu başqa məsələ. Bu haqda sizi xüsusi məlumatlandıracağam. Gürcü süfrəsi elə bir məclisdir ki, orada hətta içki həvəskarı olmayanlar belə 5-6, bəzən isə 10-12, bəzən isə 12-15 butulka çaxır içirlər. Hələ elələri var ki, çaxırı butulkadan yox, tuluqdan içir. Belə olduqda hesab 20-25 butulkaya çatır. Gürcüstanda yanında oturan adamdan çox içmək məharət sayılır. Belə ki, orta hesabla hər adam bir dəfəyə 15 butulkaya qədər şərab içir. Allah özü dağına baxıb qar verir. Məhz belə çox içdiklərinə görədir ki, Allah gürcülərə kaxetya çaxırını bəxş etmişdir. Bu elə gözəl içkidir ki, adamı keyfləndirmir. Başqa cür desək, içəndə adamın beyninə vurmur. Gürcülər 10-12 butulka çaxır içəndə keyflənmirlərsə, bunu özlərinə alçaqlıq, təhqir sayırlar. Buna görə də onlar çaxır içmək üçün elə bir qab icad ediblər ki, həmin qabla içəndə özlərindən asılı olmayaraq keyflənirlər. Gildən düzəldilmiş 2 qutlu bu qab parç kimi bir şeydir. Adına da qulaq deyirlər.
Qulaq ortası şişman, boğazı hündür və dar bir qabdır. Onu başına çəkib içəndə adamın ağzını və burnunu elə kip tutur ki, çaxır bir damcı da olsa yerə düşmür. Heç qoxusu da bayıra çıxmır. Nəticədə elə ki, çaxır mədəyə çatdı, qaz adamın beyninə vurur. Ancaq qulaqdan əlavə içki həvəskarı olan gürcülər çaxır içmək üçün qeyri-adi formalı, müxtəlif tutumlu bir çox başqa qablar da icad etmişlər. Məsələn, yuxarı tərəfinə boru keçirilmiş balqabaqlar və yaxud şorba tökmək üçün istifadə olunan qızıl suyuna salınmış qaşıqlar. Heç özüm də bilmirəm nə üçün bunlarda buynuzlu maral başının təsviri var. Gürcülər bu qaşıqlara kvabi deyirlər. Başqa birisi şorba boşqabı kimi yekə piyalələrdir. Rolandın şeypuru kimi uzun olan və gümüş çərçivəyə salınan buynuzlar da belə qablardandır. Bu qabların ən balacası bir butulka çaxır tutur və bunu da həmişə gərək başına çəkib bir nəfəsə içəsən. Bundan başqa demək lazımdır ki, qonaq istər gürcü olsun, istərsə əcnəbi. Gürcü süfrəsində həmişə öz bildiyi kimi yeyə bilər, nə yeyirsə yesin, keyf onundur. Ancaq içməyə gələndə heç vaxt özü istədiyi kimi içə bilməz. Qonağın şərəfinə sağlıq deyən adam əvvəlcədən onun mədəsinin tutumunu ölçüb biçir və yalnız bundan sonra içməyi təklif edir. Əgər sağlıq çaxırla, dolu qulaqla, balqabaqla, kvabi ilə, badə ilə, buynuzla səslənirsə, sağlığı deyənlə bərabər hamı əlində tutduğunu son damlasına qədər içməlidir. Sağlıq deyən adam bu sehirli sözləri də deyir. Allah verdi. Şərəfinə sağlıq deyilən adam isə yaxşı yol deyir. Elə ki, ucadan bu çağırış səsləndi, gərək ya içəsən, ya da gəbərəsən. Kimliyindən asılı olmayaraq hər hansı bir gürcü süfrədə hamıdan çox keyflənməyi özünə şərəf sayır. İmperator Nikolay Qafqaza gələndə qraf Vorontsov, qraf Eristovu ona təqdim edərək demişdi. Əla həzrət, Gürcüstanın ən məşhur əyyaşını sizə təqdim etməyi özümə şərəf sayıram. Bu sözlərdən sonra knyaz çox məmnun halda baş əyərək təzim etmişdi. İndi özünüz götür qoy eləyin. Görün, sudan başqa heç nəyi içməyən mənim kimi qonaq üçün gürcü süfrəsinə dəvət olunmaq necə bir imtahan idi. Ancaq yenə də bütün bunları nəzərə alaraq gürcülərin dəvətini qəbul etdim. Qətiyyən tərəddüd etmədən təyin olunmuş vaxtda yeməyə gəldim. Mənim şərəfimə 2-3 nəfər məşhur şərab həvəskarlarını da dəvət etmişdilər və onların arxasında knyaz Nikolay Çavçavadze və Jozef Penerepski adlı bir polyak da vardı. Məclisdə bir şair və bir musiqiçi də vardı. Şairin adı Ivangul idi. Biz qonaq olduğumuz evin sahibi İvan Kireselidze idi. Süfrə arxasına təxminən 20-yə yaxın qonaq yığılmışdı. Yemək otağına girən kimi hər şeydən əvvəl diqqətimi cəlb edən böyük küp oldu. Bu küp eyni ilə Əli Babanın 40 quldurunun gizləndiyi küplərə oxşayırdı və heç şübhəsiz 80-100 butulka çaxır tuturdu. Onu axıra qədər boşaltmaq lazım idi. Yerə böyük bir xalça salınmışdı. Süfrənin üstünə çox səlqə ilə boşqablar, qaşıqlar, çəngəllər və bıçaqlar yan-yana düzülmüşdü. Yerli qonaqlar öz dədə-baba adətlərinə görə əllə yeyəcəkdilər. Məni süfrənin ən görkəmli, ən şərəfli yerində oturtdular. Mənimlə üzbəüz ev sahibi oturduq. Sağ tərəfimdə knyaz Nikolay Çavçavadze, solumda isə Müsyo Penerepski əyləşdi. Musiqiçi ilə şair süfrənin aşağı tərəfində yerlərini tutdular və məclis başlandı. Məndə bir adət var. Həmişə təhlükədən mümkün qədər qorunmağa, daha doğrusu uzaq olmağa çalışıram və həmişə bu adətimə sadiq qalıram. Ancaq elə ki, bıçaq sümüyə dayandı, onda itə dönürəm, daha üzümü görmə. Bu dəfə də belə oldu. Təbii ki, içməyən adam yarış zamanı içən adamın yanında böyük üstünlüyə malik olur. İş ondadır ki, içən adamın başında bir gün əvvəl içdiyinin meyxoşluğu qalır və ertəsi gün yenə içəndə hər ikisi bir-birinə qarışır və o keyflənir. Su içən adam isə yarış meydanına ayıq və sağlam başla çıxır və içənlərin səviyyəsinə düşmək üçün gərək onlar qədər içsin. Belə bir vəziyyətə düşmək üçün kaxeçə çaxırı seçilərsə, onda 5-6 butulka ilə işlər düzələr. Musiqi sədalarının və yeyib içən şairin bədahətdən söylədiyi şeirin ahəngi altında görən mən neçə butulka çaxır boşaltmışdım. Bunu dəqiq deyə bilmərəm, ancaq deyəsən saymaqla bitməzdi. Çünki yemək qurtaran kimi mənim bu işdə səriştəli olduğumu sübut etmək üçün işə bax, əqli yox, fiziki qabiliyyətimi təsdiqləmək üçün mənə yazılı şəhadətnamə təqdim etmək barədə məsələ qaldırıldı. Təklif yekdilliklə qəbul olundu. Bir vərəq götürdülər. Hər kəs ora öz fikrini yazıb altından qol çəkdi. Hamıdan əvvəl ev sahibi yazmışdı. Müsyo Aleksandr Cuma bizim kasıb redaksiyamıza baş çəkdi. Nahar təklifimizi qəbul etdi və orada gürcülərdən də çox içdi. 1858-ci il 28 noyabr. Köhnə tarixlə.
İvan Kiriselidze. İvan Kiriselidze, Zarya Gürcü qəzetinin redaktoru. Qonaqpərvər ev sahibinin təqdimatından sonra Knyaz Nikolay Çavçavadze öz fikrini bu sözlərlə ifadə etdi. Mən bu ziyafətdə iştirak etdim və Müsyo Aleksandr Dumanın gürcülərdən çox çaxır içdiyinin şahidi oldum. Knyaz Nikolay Çavçavadze. Şairə gəldikdə isə o elə oradaca iltifat əlaməti olaraq kiçik bir şeir parçası yazdı. Gürcü dilində yazılmış həmin şeirin tərcüməsi belədir. Gəldi bizim əziz şair sənətkar, gəlişi imperatorun gəlişinə oxşar. O ruhumuza qida verəndir, Gürcüstanın sevincidir, hamını sevindirəndir. O biri qeydləri də dediklərimin sübutu kimi oxucuların ixtiyarına verə bilərəm. Gürcü, rus və polyak dilində yazılan bu şəhadətnaməni hələ də özümdə saxlayıram. Biz artıq demişik ki, Gürcülər təbiətin onlara bəxş etdiyi gözəl nöqsanları ilə başqalarından fərqlənirlər. Onu da demişik ki, Gürcülər bədxərclikləri ilə də məşhurdurlar. Bu bədxərclik, israfçılıq sayəsində onlar tez bir zamanda müflisləşirlər. Bunu sübut etmək üçün bütün Gürcülərin ya kasıb ya da buna yaxın bir vəziyyətdə olduğunu söyləmək kifayətdir. Bu da həqiqətdir ki, bu məsələdə Rus hökuməti onlara bacardığı qədər yardım etmişdir. Dedi ki, Gürcülər çaxır içmək sahəsində dünyada birincidirlər. İltifatla imzalayaraq mənə verdikləri şəhadətnamə əsla onların nüfusunu sarsıtmır. Onların bu şahidlik sənəti xeyirxah və nəzakətli olmalarından irəli gəlir. Nəhayət biz dedik ki, onlar qoçaqdırlar. Bu məsələdə heç kəs özünü onlarla müqayisə edə bilməz. Hətta rusların arasında ən igid olanlar belə. Qraf Vorontsovun rəhbərlik etdiyi yürüşlərdən birində onlar gəlib bir meşənin kənarına çıxırlar. Deyilənlərə görə bu meşə dağılların məskəni imiş. Qoy bu meşəni barıtla dolu 2 topdan atəşə tutsunlar, qraf deyir. Görək dağıllar onu yaxşı qoruyurlar ya yox. Əla həzrət, nə üçün boş yerə vaxtımızı və barıtı sərf edək? Onun yanında olan knyaz Eristov deyir. Mən özüm gedib ora baxaram. O atını yel kimi çaparaq meşənin başından vurub ayağından çıxır. Hər tərəfi gözdən keçirir və tezliklə geri qayıdaraq çox qısa şəkildə deyir. Əla həsrət, heç kim yoxdur. Ancaq indicə sadaladığımız bu keyfiyyətlərdən əlavə Gürcülərin bir keyfiyyəti də var ki, biz hələ ondan söz açmamışıq və bunu söyləməklə heç də onları pərt etmək fikrində deyilik. Gürcülərin burnu elədir ki, dünyanın heç bir ölkəsinin sakinlərində belə burun quruluşuna rast gələ bilməzsən. Marlinski Gürcü burnu haqqında Mədhiyyəyə oxşar bir şeir yazmışdır. Biz onu aşağıda sitat kimi göstərəcəyik və güman edirik ki, bu haqda Marlinskidən yaxşı heç nə deyə bilmərik. Əziz oxucular, heç ömrünüzdə burnun necə gözəl şey olduğu haqda fikirləşibsinizmi? Burun, bəli. Bu necə naşükürlükdür. İndiyə kimi buruna aid təmtəraqlı, tərifli bir mədhiyyə yazmaq heç bir şairin ağlına gəlməyib. Hərçənd mən nə şairəm, nə də belə bir mövzuda yazmaqda, gələcəkdə böyük şairimizlə rəqabət aparmaq niyyətindəyəm. Amma nə eybi, təki mənə də belə bir xoşbəxtlik qismət olsun. Nəsə çoxdandır bu fikir mənə rahatlıq vermir. Həqiqətən, burnun bəxti gətirmir. Bir görün insanlar gözlər haqqında daha nələr düşünməmiş, onlara nə təriflər qoşmamışlar. Mahnılar yazılmış, iltifatlı sözlər demiş, onlar üçün kaleidoskoplar, yağlı boyalarla işlənmiş gözəl-gözəl rəsmlər yaratmış, bəzək-düzək vermiş, onlara eynək taxmışlar. Bəs qulaqlar, hər şeydən əvvəl onları saks zurnaları kimi sırğalarla bəzəmişlər. Onların zövqünə oxşamaq üçün Laydın, Şeytan Robert, Guillaume Tell, Franz Diavolo, Stradivarius, Etrar kimi gözəl məlahətli musiqilər bəstələmişlər. Hələ ağız, meşan dünyasının ən məşhur aşpazı Karem yemək həvəskarları üçün məcmuələr buraxdıran, ləzzətli yemək lüğətinin müəllifi. Kələmlə bişirilmiş fransız şorbasından Rus mətbəxinə qədər əlindən inni-cinni sağ qurtarmayan bu adam Marshal Subizin kotletlərindən başlamış, Richelieu'nin qanlı kalbasasına qədər bütün məhsulları məşhur qonaqlara təqdim edir və bu sahədə böyük ad-san qazanmışdır. Şair dodaqları mərcan, dişləri mirvari, nəfəsi yava qatranı ilə müqayisə edir. O dimdikləri görünən tovuz quşlarını bişirəndən sonra onları öz lələkləri ilə bəzəyib yemək süfrəsinə elə ustalıqla təqdim edir ki, gəl görəsən. Bu da azmış kimi gələcəkdə torağayları beləcə qızardıb süfrəyə təqdim edəcəyinə söz verir. Bəs burun üçün nə düşünüb ixtira ediblər? Gül yağı və tütün iyləmək. Hörmətli ağalar, bu ki nankorluqdur. Nə deyirsiniz, deyin, bu diqqətsizlikdir. Siz bədənin bu üzvünə hansı diqqətin göstərilməyindən danışırsınız?
deyə alimlər mənim üstümə qışqıracaqlar. Bağışlayın ağalar, bir daha soruşuram və deyirəm. Məgər burun sizə sədaqət və vicdanla xidmət etmirmi? Gözlər yuxlayır, ağız yumulur, qulaqlar eşitmir, kar olur. Burun isə daim sədaqətlə keşikdədir. O bizim sağlamlığımızı və rahatlığımızı qoruyur. Bədənimizin bütün başqa üzvlərinin min oyundan çıxan əllərimizin, ayaqlarımızın ayıq-sayıq keşiyini çəkir. Bir də görürsən ki, ağlı çaşmış əllər nə isə götürmək üçün bir torbaya girir, ayaqlar boşalır, süsləşir və öz üstündəki bədəni lazımsız bir şey kimi yerə salır. Bəs nəticədə əziyyət çəkən kimdir? Ayaqlar səhv edir və cəzalanan isə burundur. Dəfələrlə eşitmişik ki, deyiblər, filankəsin burnunu sındırıblar. Dünya yaranandan bu günə kimi nə qədər burunlar qırılıb axı. Qoy bir nəfər çıxıb desin ki, hər hansı bir burnu öz səhvinə görə vurub sındırıblar. Xeyr, bu bədbəxt yazıq burun hər şeyə görə cavab verməli olubdur. Ancaq yenə də o hər şeyə protestant səbri ilə dözür. Doğrudur, hərdən bir qürurunu ayaqlar altına ataraq xoruldayır. Ancaq harada nə vaxt görmüsünüz yaxud eşitmisiniz ki, o şikayət eləsin. Unutmayaq ki, təbiət səhvən onu istəyimizə uyğun şəkildə səsimizi qaldırmaq, yaxud azaltmaq məqsədinə xidmət edən gözəl bir alət, danışıq kərənayı şəklində yaratmışdır. Onun ruhumuza etdiyi yaxşılıq barədə heç dinməyək. Deməyək ki, o gül çiçəklərlə qəlbimizin arasında vasitəçi rolunu oynayır. Onun nə qədər lazımlı, faydalı olduğunu bir kənara qoyaq və yalnız estetik tərəfinə fikrimizi bildirək. Liviyada bitən sidr ağacı kiçik kol-kosları ayaqlarının altında saxladığı kimi, o da şəstlə bığların üstündə dayanır. Qoşa kaman kimi əyilmiş qaşların arasında orta sütuna oxşayır. Sütunun lap yuxarısında isə qartal oturmuşdur, yəni fikir. Onun ətrafında təbəssümlər gül çiçək açır. Allahların bütün cəhdlərinə baxmayaraq qaçıb qurtaracağam deyən Ayaksın burnu fırtınanın qarşısında necə də təkəbbürlə dik dururdu. Yalnız yekə burnuna görə böyük adı verilən böyük Konde özü ilə birlikdə İspan səngərlərinin Rokrua və Lansın qalibi olan, başqa cür demiş olsaq, döyüşlərdə qazandığı estafet ağacını necə də ehtiyatsızlıqla tullanmışdır. Xeyr, heç başa düşmürəm ki, nankor insanlar qaranlıqda burunlarını necə hara gəldi soxurlar. Ola bilsin ki, şərqlilərin burnu balacadır və buna görə belə ədalətsiz qarşılanır. Ancaq burun təkcə şərqdə deyil ki, lənət şeytana. Gəlin insafla deyək, şərqlilərin burnu həqiqətən gözəldir. Viyanalı, Parisli yaxud Sankt-Peterburglu ağalar, özünüzlə gəzdirdiyiniz burnunuza heç şübhə ilə yanaşmısınızmı? Əgər belədirsə, Viyanalılar Don çayı ilə üzün, Parislilər gəmiyə minin, Sankt-Peterburglulara isə bu sözləri demək kifayətdir. Özünüzü verin Gürcüstana. Yalnız əvvəlcədən böyük bir təhqirlə, alçalma ilə üzləşə biləcəyinizi söyləməliyəm. Əgər Gürcüstana Avropanın ən böyük burunlarından birini, məsələn, Şillerin yaxud Alsit Tuzenin burnunu gətirsəniz, Tiflisin girəcəyindəki məntəqədə sizə təəccüblə baxıb deyəcəklər. Baxın, yolda burnunu salıb itirən adam budur. Bədbəxtliyə bax. Ah, yazıq. Gərək deyəm ki, şəhərin elə ilk küçəsindəcə, elə ki, qəsəbənin birinci evlərinə gəlib çatdınız, özünüz əmin olacaqsınız ki, Yunanların, Almanların, Fransızların, İspanların və hətta başqa planetlərdə yaşayanların burunları Gürcü burunlarını görəndə utandığından az qalır ki, yerə girsin. Allaha and olsun, Gürcülərin burnundan heç yerdə ola bilməz. Möhkəm, hündür, gözəl. Əvvəla ona görə ki, bu torpaqda nə cür desəm burun var. Yumru, yekə, uzun və enli. Burada hər rəngdə burunlar da vardır. Ağ, çəhrayı, qırmızı və bənövşəyi. Elə dağlar var ki, qoynunda yaqut yatır. Elələri var ki, mirvari. Mənim özüm firuzə ilə zəngin olan dağ görmüşəm. Və siz həmin bu burunlardan ən balacasını tutub, 2 barmağınızla sıxsanız, bilirsinizmi içindən nə qədər kaxetya çaxrı tökülər? 4-cü vaxtangın qanununa görə Gürcüstanda uzunluq vahidi olan metr arşın yığışdırıldı, yalnız burunu saxladılar. Parça burunla ölçülür. Məsələn, belə deyirlər. Ev eşikdə geymək üçün adicə bir xalat tikdirməyə 7 burun məxmər, güllü ipək parçadan şalvarlıq üçün 7 burun qanavuz, qalstuk tikdirmək üçün isə burun yarım sətin aldım. Onu da deyək ki, Gürcü xanımları bu ölçü vahidini Avropada işlənən bütün ölçü vahidlərindən üstün tuturlar.